Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202-92 marşrutlarından 150-300 metr məsafədə, yola yaxın ərazidə 5 sotun içində 12-12-yə şəxsi inşa olunmuş gözəl bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Gördüyünüz kimi giriş darvazasıdır. Həyətində sanitar qovşağı var. Bura sanitar qovşağıdır. Gördüyünüz kimi bu həyət üçün ev sahibi şərait yaradıb belə. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Bir sotun içində burada bir ev var, tikilib. Bu da satılır. Bunu da 60'a deyir. Ev sahibinə aiddir. Bax, indiki bu ev sahibinə aiddir. İkisini də birdən ala bilərsiniz, amma ikisi də satışa çıxır. Demək, bax burada belə bir ev sahibi burada şərait yayıdır. Yayda zatda yemək zat pişirmək üçün, balıq zat pişirmək üçün kombi sistemi ilə də pitmutka təchiz olunub. Bax, orada havuzu yerləşdirilib. Demək, keçirik evin indi yan tərəflərin hamısı açıqdır. Havalanma tam uyğundur. Keçək indi. Hələ evin içinin genişliyindən söhbət ola bilməz. Bax, yan tərəfləri də bura. Bağ bağçası var, nar ağacıdır, incil ağacıdır, feyxu ağacıdır. Yəni, böyrü başımıza açıq olan bir evdir. Baxın, bax, belə arxasında da burada bir dənə ayrıca bir toyuqcuca heyvan saxlamasın. Ev sahibi burada belə bir tikintisi var. Əl damıdır. Nə istəsiniz yığa bilərsiniz. Burada da bir dənə əlavə, yenə də arxasında toyuqcuca saxlayır ev sahibi. Görürsünüz, arxasında nə qədər yeri var. Burada da yenə nar ağacıdır, nə bilim, vişne ağacıdır, nə... Baxırsınız ki, yəni belə var verən meyvə ağaclarıdır. Evin yan tərəfləri də var. Yəni, bu tərəfi də açıqdır, görürsünüz. Su çəninlə də yenə ev sahibi təchiz olunub, ehtiyac üçün su çəni də var. Yəni, ev sahibi nəzərə alıb, hər tərəfin yəni, məsafəsi var. Keçən də evin içi ilə tanış olaq. Qalxırıq evin içində. Həyəti də bir dənə belə ətraflı çəkirəm. Görürsünüz, həyət də geniş, rahat 200 maşın daxil ola bilər həyətə. Yan tərəflər hamıza açıqdır. Hörmətli izləyicilər, bax, əsas iş buradan başlayır. Bax, buradan. Evin indi genişliyinə baxın. 3.20 dəhlizdir. 3.20 dəhlizdir. Bir dənə zal da elə bir. Baxın, bax, belə bir geniş ev hələm əldə evdə olmur. Yəni, hər evdə belə olmur, belə genişliklər. Burada mətbəx hissəsidir. Membrandan yığılıb, bahalı mebellərdən yığılıb, yəni materiallardan istifadə olunub. Mərmərdə orada görsünüz, hörmətli izləyicilər. Evin, yəni, hər şey nə varsa keyfiyyətli materiallardan istifadə olunub. Haradasa deyim də sizə, 4-ün 4-də 16 kvadratlıq mətbəxdir, böyüdür, genişdir. Ürək açandır. Bura bir qonaq otağıdır. Qonaq otağı, baxın. Haradasa 4 metrənin 7 metrdən çoxdur, 8 metrə yaxın var. 30 kvadrata yaxın qonaq otağıdır. Bir yataq otağı, 4-ün 4-də 16 kvadratlıq geniş yataq otaqlardır, baxın. Tax qoyulub, böyrü başı açıq, şkaf qoyulub, yan tərəfləri, hamısı nəzərə diqqətlə baxın. Genişlik, yəni siz nəzərinizə çatdır. Ətrafı da açıqdır, bəyala çöldən göstərdir, bütün pəncərələrlə tam rahat evin içinə işıq düşür. Burada demək gördüyünüz kimi hörmətli izləyicilər, uşaq otağıdır. Pəncərələrlə hər evin, hər otağın içinə rahat işıq düşür, havalanmaya tam uyğun olan bir evdir. Keçirik burada. Bu da haradasa 4-ün 6-ya 24 kvadratlıq bir yataq otağıdır. Geniş, ürək açan. Baxın, taxtdır, hamısı qaydasında, genişlik görün nə qədədir. Fikir verin. 24 kvadratlı bir yataq otağıdır. Sonda da hörmətli izləyicilər, sanuzeldir. Sanuzeldə geniş, moydatır, hamısı qaydasında. Evin təmiri hamamıza da hamısı qaydasındadır. Təmir normal, qəşəng vəziyyətdədir. Nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, ev super evdir.
Geniş otaqlı ev istəyənlər üçün ən əlverişli bir evdir. Baxın, yola da yaxındır. 202-92 marşrutlarına çox yaxındır. Bunda nəzərdə çatdırım. Hörmətli izləyicilər, sənədi qeydiyyatla olacaq. Köməkli göstərəcək. Yəni, bunda nəzərdə çatdırım. Buna da köməkli göstərəcək. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evdən satılmağına köməkli göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da seç al əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürməyin yaddan çıxmasına hörmətli izləyicilər. Evin qiyməti 170 min start qiymətdir. 170 min. Real alacaqsa indirim olmağına olacaq. Nəmişli olmayan ərazidə yerləşir, quru. Ərazi deyil yəni. Bunda nəzərdə çatdırım. 170 min start qiymət. İndirimi də sahibilə danışacaqsınız. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin.